Bu günlərin biz bura şəhid, milli qəhrəmanımız Şamil Ramazanovun il dönümü münasibəti ilə yığışmışıq. Bizim o ilk onuna düşmüş milli qəhrəmanlardan biridir. Biz fəxr edirik ki, həqiqətən Rəhimli kəndi milli qəhrəmanlar kəndidir. Şəhid Şamil Ramazanov demək olar ki, öz canını bizim vətənin, bizim azadlığımızdan ötürü öz canını fəda vermişdir. 19 yaşının ən gözəl çağında şəhid olmuşdur. 1995-ci il 13-15 mart hadisələrində Bakıdan şəhid olmuşdur. Allah rəhmət eləsin. Mən istəyərəm ki, şəhidlərin xatirəsini bir dəqiqəlik şunla yad edək. Rayon İcra Hakimiyyətinin təmsili Bəxtiyar müəllim və Kənan müəllim gəlib. Şəhid ailələri və şəhid qardaşları da burada iştirak edir. Hər biri xoş gəlib. Həmçinin Ağsu rayon Dəmir Yumruq Alfa A Cəmiyyətinin sədri Abdullah müəllim və o cəmiyyətin üzvləri də buradadır. Hər biri xoş gəlib. Bir də icra nümayəndəsinin nümayəndələri və bələdiyyə sədrinin nümayəndəsi də bu tədbirdə iştirak edir. Mən ilk öncə tədbirimizə şəhid qardaşı Ziya bəyin istəyərəm ki, gəlsin, öz ürək sözlərini desin. Hamının gəlkəz mən də salamlayıram, xoş gəlmişsiniz. Hamı, valla, hərənin özü işi gücü var, çox sağ olun ki, yəni bu tədbirdə gəlib iştirak ediyorsunuz. Çox sağ olun, köməyiniz olsun. Nə deyim, Allah, bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Mən həmişə fəxr eləmişəm, yenə də fəxr edirəm ki, iki qəhrəman yetişdirən bir kəndə tədbirə gəlmişəm. Yəni, çox şəhid olan kəndlərimiz çoxdur, şəhidlərimiz çoxdur. Amma bu kənd iki milli qəhrəman yetişdirir. İki milli qəhrəman bu kənddə böyüyür, başa çatır, bu məktəbdə təhsil alır. Mən direktor xanımı birinci dəfə də görürəm. Məncə, o da fəxarət hissi keçirdir ki, bax, bu iki milli qəhrəman yetişdirmiş məktəbin ənənələrini davam elətdirəcək. Və mən inanmam ki, təkcə döyüş qəhrəmanları yoxdur kənddə, buradakı bu xanımların rəhbəri ilə elm qəhrəmanları, təhsil qəhrəmanları ortalığa çıxacaq və bu kənd nə vaxtsa özü